Hər vaxt xeyir olsun, dəyərli izləyicilərimiz, traderlər, həmkarlar, iqtisadçılar. Bugün bazar günündür, xoş istiratlar hazırlayım sizə. Baxaq, biz keçən həftə nələr baş verdi, o haqda söhbət açaq sizin üçün. Yəni, bildiyiniz kimi gündəmdə olan, qızıl idi, qızıl nə etdi və biz hansı proqnozları vermişdik. Və piramida əsasında yadınızdadırsa biz aşağı enişləri nəzər çatdırırıq, yuxarı hədəfi də nəzər çatdırırıq. Eyni qaydada həmin yuxarı hədəfə dəyərək aşağı istiqamətdə davam etdirdi və bizim satış əməliyyatlarımız 5-ci gün 3086-lardan idisə 89-lardan satış əməliyyatları gəldi və 11 dollara bir enişlə nəticələnildi. Sonra alış əməliyyatlarımız da 3116-da oldu. Təbii ki 20 dollar gəlir verdi, amma alış əməliyyatları 3097-lərdən gəldi və en azından 38 dolar gəlir verdi. Və eyni zamanda satış əməliyyatlarına mükəmməl bir satış əməliyyatları verdi. Təbii ki biz 3020-lərə qədər proqnozlaşdırmışdıq. Təbii ki 3020-lər, hətta 3015-lərə 5 dolar daha çox düşdü aşağı. Birinci gün nələr olacaq və birinci gün təbii ki korreksiyalar olacaq, olmayacaq sonra gəldikcə təbii ki yuxarıdakı hədəflər var. Yəni biz bunları nəzərə çatdırırıq. Təbii ki sabah günün birinci yarısına səhər saatlarına nəzər çatdırırıq. Yuxarı korreksiya nöqtələrini nəzər çatdırırıq. Gəlin biz keçək, yəni hansı nöqtələrə qədər qalxacaq, yəni korreksiya nöqtələri 2000, əsasən yəni aşağı nöqtələri hansı nöqtəyə qədər gəlir. Bu tamaşaçılar üçün, izləyicilər üçün maraqlıdır. 2881-lər, 2981-lər, 2980-lər bu hədəfdir. Piramidanın aşağı hissəsidir və yuxarı korreksiyalar təbii ki 3071-lər və 3094-lər hələlik. Fibonacci əsasında 191-70'lərdən aşağı formasında sürətlə yenidən aşağı doğru istiqamətdən davam edir. Keçək biz crude oil'dən future spotlara, yəni keçən həftənin aprelin 2-sindən belə, yəni nə çox nə az 11 dolar dəyər itirir və aşağı doğru istiqamətə davam etdirir. Yəni crude oil'də aşağıdakı hədəf 53 olsa da belə, future spotlarda isə aşağıdakı hədəf 60'ları göstərir. Və nəzər çatdırım ki, belə sürətli düşməsi heç də bizim neftimiz üçün heç də yaxşı deyil. Yəni keçək biz funtun dolar rəqabətinə. Funtun dolar rəqabəti həftə ərzində yuxarı nümayiş göstərsə belə, yəni 3300 pips qalxsa belə, amma həftə sonuna qədər 3500 pips dəyər itirə aşağı doğru istiqamətən dəyər itirəyə davam etdirdi. Amma buna baxmayaraq ümumi istiqamət özünə yer edir. D1 zaman intervalında ümumi istiqamət hələ ki yuxarıdır. Yəni dönüş nöqtəsi aşağıdakı birinci gün üçün 1.28400-lər və 1.27900-lərdir. Evronun dolar rəqabəti də həftə ərzində nümayiş göstərdi, amma az korreksiyalarla verdi aşağı. O da D1 zamanında ümumi istiqaməti yuxarıdır və dönüş nöqtələri birinci gün üçün aşağı gəlsə 1.08897-lər və 1.08350-lərdir. Bu dönüş nöqtəsi həmin nöqtəyə çox güclü dəstək xətlərdir. Bura toxunub geri istiqamətə qalxma ehtimallarını biz birinci gün sizin nəzərinizə çatdırarıq. Sağ olun, xoş istifatlar sizə.